Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük əziz müsəlmanlar. Allah oruc və namazlarınızı qəbul etsin inşallah. Bugünkü surəmiz və ayəmiz Zuhruf surəsinin 67-ci ayəsindəndir. Zuhruf surəsinin 67-ci ayəsində mütəallı olan Allah buyurur: həmin gün təqvalılardan başqa dostlar bir-birinə düşmən olacaqlar. Söhbət burada qiyamət günündən gedir və mövzumuz da bu günləri dostluq haqqındadır. İslam dini dostluğa çox əhəmiyyət verir. İslam dini dostların seçilməyinə çox əhəmiyyət verir. Buyurur ki, dostların seçilməyində çox diqqətli olun. Dostluqlar gərək Allaha xatir olsun, dostluqlar gərək sırf Allahdan ötürü olsun ki, qiyamətin günündə insanlar biri digərlərini ittiham eləməzlər. Hansı dostlar biri digərlərini ittiham eləyərlər? O dostlar biri digərlərini ittiham eləyərlər ki, o öz dostlarını pis yollara çəkiblər, pis yollara dəvət ediblər. Qiyamətin günündə həmin dostlar gəlib deyərlər ki, sən məni məcbur elədin, bu yola saldın, sən məni əgər bu cürlə başa salmasaydın, mən elə eləməzdim. Sən məni məsələn filan yerə aparmasaydın, mən filan işlərə qoşanmazdım, filan işlərə adət eləməzdim. Bu kimi dostlardan İslam dini buyurur ki, uzaq olun və dost seçimində mütləq şəkildə baxın. Peyğəmbərimizin hədis var, Həzrət Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, dost seçəndə eləncə bir dost seçkinin özü ki, danışığından sənə fayda olsun. Danışığından sənə fayda olsun, elmin üstünə elm gəlsin, əməlləri sənə qiyamət gününü xatırlatsın. Bu kimi dostları özünüzə seçsin və bu kimi dostlarla dostluq eləyin. Baxın təcrübələrdən, məxsusən cavanlar baxsınlar təcrübələrdən öyrənsinlər. Böyüklərin, yaşlı özlərindən böyüklərin, yaşlıların təcrübələrini soruşsunlar. Bəzi vaxtlarda onların təcrübələrinə ehtiyac var. O ağsaqqallar, o böyüklər ki, onlar yaxşı ilə pisi seçə bilirlər və ədalətlə danışırlar danışanda. Öz nəfslərindən danışmırlar. Məsələn, onlar göstərə bilirlər ki, bu insanlarla dostluq eləmək olar, yoxsa yox. Məsələn, bu nə cür insandır, bunun babası kim olub, atası kim olub, bunlarla dostluq eləməyə dəyər, yoxsa dəyməz filan. Yəni, bu kimi amillər də özlərini göstərirlər. Əlbəttə, insan gərək nəcib şəxslə dostluq eləsin. Nanəcib insanlarla, əgər insan nanəcibdirsə və bu nəcabətsizlik buna uzun müddətli gəlib satıbsa, o dostluqlardan gərək uzaq olsun və şəxsi təcrübələr də bunu göstərirlər. Digər məsələlər var ki, dostlar bu dünyada bəzi dostlar dünya dostlarıdırlar və onlar Allah xatir dostluq etmədiklərinə görə onlardan uzaq durmaq lazımdır. Əli əleyhissalam buyurur ki, o dünya dostları haqqında, o dostlar ki, o zaman insanla dost olurlar ki, insan qüdrətli olur, insan ya işi gücü yaxşı olur, ya hardasa bir vəzifəsi olur, ya hardasa bir, nə bilim, bir pulu olur, filanı olur. Əli əleyhissalam buyurur ki, dostlar insanın qüdrəti əlindən getdiyi zamanda bilinər ki, xalis dostlar hansıdır, xalis olmayan dostlar hansıdır. Baxın, bəzi dostlar bu cür nə qədər vəzifədəsən, nə qədər imkanlar genişdir, insanın ətrafında yığışanlar çoxdur. Elə ki, yola saldılar, səni vəzifədən göndərdilər, getdin, nə bilim, ya təqaüdə getdin, ya evvə getdin. Ondan sonra görürsən ki, yavaş, məsələn, bayramlarda əvvəl 100% idisən, yavaş-yavaş 80% filan, elə 1 ilə 2 ilə görürsən ki, 5-10 nəfərdən qıraqda adam qalmayıb. Nəyə görə? Çünki bunlar xalis dost olmayıblar. Xalis dost, dostun yanında hər bir zamanda olur. Necə ki, bir zamanlarda bir cavan gəlir öz dostuna, Allah xatir ki, əvvəl dostluq eləyiblər, gəlib dostuna deyir ki, mən istəyirsən ki, məndən dostluq eləməklə, mən həvəs xəstəliyinə tutulmuşam, nəfsimin xəstəliyinə tutulmuşam, filan məsələn əxlaqi mərəzlərim var, problemlərim var. Ona görə istəyirsən mənlə dostluq eləməklə biz elə dostluğumuzu sona çatdıraq, mən daha özümdən bacara bilmirəm, pis işin aludəçisi olmuşam. Dostu deyir ki, yox, mən
səndən əl çəkmirsən. Çünki bunların dostluqları əvvəldən Allah xatir olub. Allahla öz arasında əhd eləyir. Neçə gün nə yeyir, nə içir, oruç tutur. Bu insan Allaha dua eləyir, yalvarır. Ta ki 40-cı günündə dostu gəldi ki, Allah məni bu işdən qurtardı. Allah məni bu işdən qurtardı və dostluqları da gəndə başlayır davam eləməyə. Əsl dost budur, Allah xatir dostluq budur. Əsl dost budur ki, görəndə ki, dostluğu çətinliyə düşüb, üzünü çevirib getməsin. Onu həmin o çətinliklərdən çıxartsın. Allah bizi Allah dostları ilə dost olanlardan qərar versin. Allah bizi dost seçimində yanılmayanlardan qərar versin. Allah qiyamətin günündə bizi dostlarımızın yanında möhkəm olanlardan qərar versin inşallah. Sağ olun, Allahın amanında qalın.